Uşaqlar, mövzumuz ardıcıllığın limitidir. Doğrudur, hər il buraxılış imtahanlarında adı çəkilir, amma nə keçən il, nə ondan qabaqki il düşməyib. Bu il bir dənə güvən sınav imtahanına salır. Limiti bugün biraz atmaq yolu ilə danışacağıq. Atmaq yolu ilə danışacağıq. Deməli, nədir məsələ? Ümumiyyətlə, limit sözünün mənası sərhəd deməkdir. Limit sözünün mənası sərhəd deməkdir. Sərhəd, qayə mənasında işləndir. Latın dilindən tərcümədə. Məsələn, tutaq ki, inşallah indi bayaq da dediyim kimi tələbə olarsınız və tələbə olanda məsələn, dərslərə girməyəndə üzürlü və ya üzürsüz səbəbdən fərqi yoxdur. Qayıb limiti anlayışı var və hər fənnin də qayıb limiti fərqli olur. Hər fənnin də qayıb limiti fərqli olur. Məsələn, elə fən var ki, tutaq ki, onun qayıb limiti 3 dənədir. 3 dənə qayıb aldın, gecikdin, yatdın, qaldın, getmədin, kəsiləcəksən. İmtahana buraxılmırsın. İnşallah ki, belə bir hal baş verməz. Nəysə, biz ardıcıllığın limitindən danışırıq. Ardıcıllıq, hər hansı ki, bir dənə ardıcıllıq verək. Məsələn, 2 üstünə gəlsin, 1 bölünsün n. Bizə lazımdır limit n yaxınlaşır sonsuzluğa. N yaxınlaşır sonsuzluğa. 2 üstünə gəlinsin 1 bölün. Bunun sərhəddi nədir? Biz n-i sonsuzluğa apardıqca bu ardıcıllıq nəyə yığılır ona baxacaq. Başlayacaq n-ə qiymətlər verməyə. Məsələn, n-ə 1 versək biz, n-ə 1 versək, onda a-n bərabərdir 2 üzərinə gəlsin 1 bölü 1. Verəcək 3. Biz n-ə məsələn 2 versək, a2-ni tapası olsaq, 2 üzərinə gəlsin 2-də 1, 2,5. Və biz bunu davam elətdirsək, məsələn 10 versək, 2 tam, nə qədər eləyəcək 10-da 1? Və 100 versək, 2 tam, 100-də 1. Biz bunu davam elətdirsək, məsələn 1000 versək, a-min bərabərdir 2 tam, 1000-də 1 və s. Biz görürük ki, növbəti biz bunu davam elətdirdikcə limit hara gedir? 2. Yəni, bu n sonsuzluğa yaxınlaşdıqca bu ardıcıllığın limiti nəyə bərabərdir? 2-yə bərabərdir. Bütün ardıcıllıqlarda belə. Ona görə biz deyəcəyik ki, ümumiyyətlə, sabit ədədin limiti isə özünə bərabərdir. Sabit ədədin limiti də özünə bərabərdir. Və biz sənə bir şey deyək ki, limit n yaxınlaşır sonsuzluğa, 1 bölünsün n. Fərqi yoxdur, sürətdə 1 bölünsün n, 5 bölünsün n, ədəd bölünsün sonsuzluq. Bir fikirləş də, n-i sonsuz apardıqca, 1-i bölürsən təsəvvürlə 1 milyarda. Bölürsən, düzdür, bu nə eləyəcək? 0 tam nə qədər? 0 tam 0, 0, 0. Yəni, bunun mənası nə deməkdir? 0 deməkdir. İndi, qaldı ki, keçək suallara baxaq. Suallara baxaq. Suallarda nə eləyəcək? Suallarda nə eləyəcək? Məna nədən ibarətdir? Məsələn, sadə bir nümunə görsədim sizdən. İndi, buraxılışa gedirik deyə dərin izah ehtiyac yoxdur. Sadəcə, məsələn, n-in kvadratı plus 5 bölünsün n kubu plus 8. Böyüyün yanında balacaları atırsan. Yəni, böyüyün yanında n-in belə düşünürsən də, yəni n sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kvadratın yanında 5 boş şeydə at geçsin. Sonsuzluğun kubunun yanında 8 boş şeydə at geçsin. Bununla bunu da ixtisar elə 1 bölün. N sonsuzluğa yaxınlaşdıqca 1-i sonsuzluğa böləndə nə eləyirdi? 0. Yəni, yaxınlaşdığı ədəd 0 olur. Burada limit yazmaq lazımdır. Burada deyirik ki, məxrəcin dərəcəsi, məsələn, sürətin dərəcəsindən böyüksə, o birbaşa 0. Və belə də deyə bilərsən, məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyüksə, birbaşa 0 yaz geçsin. Keçək suallara baxaq. Bir dənə suallara baxaq. İndi suallarda bir də riyaziyyatda qeyri-müəyyən hallar var. O qeyri-müəyyən hallar hansılardır? Məsələn, sonsuzluq çıx sonsuzluq. Qeyri-müəyyən haldır. Sonsuzluq böl sonsuzluq. Qeyri-müəyyən haldır. Bu halları isə dediyim atma qaydasına yazamayacaq. Məsələn, gəlin baxaq birinci suala. Birinci sualda cavab nə olacaq uşaqlar? Buradan n kvadratın yanında 3 boş şeydi, atdıq getdi. 6 boş şeydi, atdıq getdi. Həmçinin burada da 3 boş şeydi, getdi. Burada nə qaldı? Kökün altında 45 n kvadratı, yuxarıda da qaldı 5 n kvadratı. Buradan cavab nə çıxdı bizdən? Üstə 1. Həmçinin burada cavab nə olacaq? N sonsuzluğa yaxınlaşır. Sonsuzluğun yanında bir boş şeydi, atdın getdi. 9 boş şeydi, getdi. 9 n kvadratından nə çıxır? 3 n bölünsün
2n. Cavabımız 1/5. Bir də bu qalsın. Bundan ayrıca danışacağıq. Bax, bu dediyim sonsuzluq sıx sonsuzluğa aid. Yəni qeyri-müəyyən haldır. Götürüb sən burada n kvadratının yanında n boş şeydə atsan, n sıx n sonsuzluq sıx sonsuzluq, ona götürüb 0 yaza bilməzsən. Bu səhvdir. Belə ifadələri qoşmasına vururlar. Yəni ondan az sonra danışacağıq. Gəldik bura. Bax, burada bu sonsuzluqdur, bu isə kökün altındadır. Hansını ataq? Atdıq. Burada cavab nə oldu? 6/5. Keçdik, buradan baxaq. 11-ci sual. Burada cavab nədir? Siz deyin, yazaq bir-bir. Hamısını geçsin. 1-i atdıq, 8-i atdıq. Buradan nə çıxdı? 4-dən. Cavab nə elədi? 1. Keçdik, burada cavab nədir? 3. Çünki n sonsuzluğa yaxınlaşırsa ədəd bölünsün sonsuzluq nə eləyir? 0. Cavab nə oldu? 3. Burada cavab nədir? 2. Burada 1. Burada 1. Keçək o birisilərinə. Getdik növbətiyə. 16-ya. 16-da cavab nə olacaq uşaqlar? 1-i atırıq. 3-ü atırıq. Bəli, yuxarıda 3n, aşağıda n. Cavab nə oldu? 3. Burada cavab nə olacaq? 2. Çünki 1-i atırıq. Buradan da atırıq. Buradan çıxdı n, 2n. Cavab oldu 2. Burada 5-də 2. Burada bəli, 1-i atdın, 2-ni atdın. Cavab oldu 3. Burada cavab nədir? 2020'ləri atdın. Cavab oldu nə? 1. Keçdik, bu birisi tərəfi deməmişdik. Buranı deyək. Bu 9'u. Burada kvadratın yanında bir boş şeydi, attın getdi. Bu biri də attın getdi. Cavab nə qədər elədi? 3/5. Çünki yuxarıda 7n, aşağıda da 2n. 3/5. Burada cavab nədir? Bunları atdıq. Bu 3n'dir də, hə? 3n. Nə eləyəcək? 1. Burada diqqətli ol. 2, nə eləyəcəksən? Bu 3'ü attın. Burada oldu kök altında nə? 7'nin. Bir kök altı ifadələri qoşmasına da vura bilərsən. Bir də belədir. Buradan da attın bunu. Nə qədər elədi? Kök 1. İndi hansını atarsan? Eyniyi yoxsa kök altında eyni? Kök altınları at geçsin də. Təbii ki, eyni sonsuzluğun yanında kök altında sonsuzluq nədir? Boş şeydir. Yəni belə deyirdi də giydirmə izahla. Aha. Oldu cavab nə? Üstə 1. Keçdik növbətiyə. Keçə bilərik də mən sən aşağıya. Aşağıya keçə bilərik. İndi hamısını deyin, qutaraq da. Bunun cavabı olmadı ki. 0. Məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyüksə bunun cavabı nədir? 0'dır, baxmırsan. Məxrəcin dərəcəsi sürətin dərəcəsindən nədir? Böyükdür, cavab nədir? 0. Burada məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyükdür, 0. Burada cavabımız nə olacaq indi? Dərəcələr eynidir. Məxrəcin dərəcəsi sürətin dərəcəsi. 5. Kvadratın yanında qalan şeylər boş şeydə attın. Kvadratın yanında boş şeydə attın. Getdi qaldı 5. Aşağıda mənfi 7. Bəli. Bunlar boş şeydə attın getdi. Bunlar da getdi. Cavabımız oldu mənfi 7. Burada deyək. Nə oldu? 7'ni atdıq. Bəli, üstə 2. Bu adi gətir qoydu yerinə. Sabit ədədin limiti elə özünə bərabərdir. Gətir qoy yerinə. 3'ü qoydun yerinə. Nə qədər elədi? 15. 1'i qoydun yerinə. 2. Elədi 13. Bu da həmsinin ondan problem yoxdur. Bunu götürüb qoşmasına vuracaq. Mənim dediyim atmaq hardadır yalnız? Sürəti və məxrəci olanlardadır. Bu yenə də qeyri-müəyyən haldır. Bunu qoşmasına vurursan birinci. Ya bunu qıraqda vurum. Kök altında 4n kvadratı plus n. Sürət və məxrəc olan versiyaya gətirirsən. Bunu qoşmasına vurursan. Yəni bunun toplanmasına. 4n kvadratı plus n plus 2n. Məxrəcdə vurursan. 4n kvadratı plus n plus 2n. Qoşmasına vurdun. Qoşmasına vurdun. Sürət nə eləyirsən də? Bunun kvadratından bunun kvadratını çıx. Nə qalacaq? N. Burada da olacaq 4n kvadratı plus n plus 2n. İndi at da. Gəldi sürəti məxrəci olan formaya.
İndi at. N kvadratının yanında bu n nədir? Boş şeydir, getdi. Bunu atma. Çünki bununla bu eyni şeydir. Buradan kök nə çıxır? 2n. Sən, bu da sonsuzluqdur, bu da sonsuzluq. Cavab elədi nə? 4n. Yuxarıda nə oldu? N. Cavab nə oldu? 4də 1. Burada cavabımız 4də 1. Və burada cavabımız. Burada sən ortaq məxrəci eləyə bilərsən və ya 2 üstündə n-ə bir dənə nə deyərsən? T deyərsən. Onda olacaq 6t kvadratı plus 1 bölünsün 3t plus 1 çıxılsın. 2 üstündə n plus 1 nə deməkdir? 2t. 2t'dir. Ortaq məxrəc nə qədərdir? 3t plus 1 oldu 6t kvadratı çıx plus 1. 6t kvadratı çıx 2t. Bunlar getdilər. İndi at. At cavabı de. Mənfi 2 bölü 3. Mənfi 2 bölü 3 də var burada. Deməli, sonra keçdik. Bir 4-5 dənə də ataq bəs eləyir. Və daha sən bundan başqa nə düşə bilər ki? Sən imtihana düşsə proqramda ardıcıllığın limiti var. Ardıcıllığın limiti varsa bundan başqa sənə nə düşə bilər ki başqa? Ona görə dərinə girmədən dedik. Bu da bayaqçı dediyimdəndir. Yenə də 3 üstü ilə nə deyəcəksən? T deyəcəksən, yazıb gedəcəksən. Burada baxaq. Bunun cavabı nədir? Şifaidir. 7. Kubun yanında bunlar boş şeydir. Cavab 7. Burada bir dənə bunu ortaq məxrəcə gətir də. Bunu ortaq məxrəcə gətir. N plus 3 oldu. N kvadratı çıx. N kvadratı çıx 3n. Cavab nədir? 3'ü atdıq. Mənfi 3. Burada da həmçinin ondandır. Yəni ki, cavab nə olacaq? Mənfi 5 olacaq. Keçdik bura. Yenə də ortaq məxrəcə gətirirsən. Ortaq məxrəcə gətirək də bunu. 3n kvadratı plus 1 olacaq. 6n plus 7 idi bu. Bəli. 6n plus 7. Çıx 9n kvadratı. Çıx 3. İndi hesabla de. Deməli, kvadratın yanında qalanların hamısı nədir? Boş şeydir. Atdın, getdi. Cavabı nə oldu? Mənfi 3. Demişdim də mənfi 3. Və burada, bura bax. Mənfi 1'in üstündə n. Mənfi 1'in üstündə n ya mənfi 1 olur, ya da müsbət 1 olur. Ədədi sonsuzluğa böləndə nə eləyir bura? 0. 0 o da 5. 5. Şu başqa nə deyəksən, ha? Başqa heç nə. Məsələn, burada cavab nədir? Görə deyə bilirsən. Mənfi 2, bəli. Çünki bu sonsuzluqdur, bu daha kiçikdir. Bunu at geçsin, bunu da at geçsin. Cavab nə elədir? Mənfi 2. Söz olar, belə, bu qədər. Ardıcıllığın limitindən bu qədər danışmamız bəs eləyir.